İki nəticə ola bilər. İki nəticə ola bilər. Rusiya dünya müharibəsində nüvə silahlı, başlıqlı silahların işlədilməsinin qarşısı alınması üçün Rusiyanın daxilində hər hansı bir dəyişim ola bilər. Bunu Rusiyanın digər güc strukturlarına və yüksək ali idarə heyətinə Amerika bu və ya digər ona çatdıra bilər ki, bu vəziyyətdə dayandırılmalıdır. Siz bizə yardımcı olun, 3-cü Dünya müharibəsi olmasın. Və yaxud Avropanın və Amerikanın bu qoşunların yeraltı gəmiləri, hansı ki, Rusiyanın əsas arsenalı atom daşıyıcı yeraltı qayıqlardır. Onların əgər işə düşərsə, belə desək ki, dünyanın nizamı dəyişəcək və dünya soyuq bir dönəmə keçəcək və dünyanın sonu gələcək. Ya Rusiya döyüşün bunlarla kəllə-kəlləyə gəlməlidir. Bu da atom silahsız mümkün deyil. Ya da ki, Rusiya daxildən dayandırılmalıdır. İki yoldan başqa bir yol yoxdur. Sülh və Ukrayna ilə bağlı Rusiyanın mövqeyi daha sərtləşir. Yəni biləsiniz. Bəli, sərtləşib və hətta biz elə sonuncu dəfə memorandumun şərtlərinə də baxanda gördük ki, Rusiya konkret Ukraynadan kapitulyasiya imzalamasını istəyir. Buna da təbii ki, Ukrayna getmir. Niyə də getsin ki, ərazilərinin böyük hissəsi işğal olunub. Bundan əlavə işğal bir yana, hələ Qara dənizə çıxışını bağlamağa çalışır Rusiya. Bununla bağlı da elə Avropa nəşrləri də yazırlar. Baxın, siz danışırsınız, təbii ki, haqlı olduğunuz məqamlar da var, amma mənim fikirlərimlə üst-üstə düşməyən tərəfləri də var, təbii ki. Siz danışanda elə başa düşdüm ki, Ukraynanın, üzr istəyirəm, Rusiyanın ərazilərini işğal ediblər. Rusiya özünü müdafiə edir sadəcə. Bu belə deyil. Bu, Ukraynanın ərazisinə hücum olunub, Ukraynanın əraziləri işğal olunub. Necə? Bu sizin görünüşünüzdür, mətbuatdan izlədiyiniz məlumatlardır. Amma Rusiyanın əlində dərin məlumatlar var idi. Hələ 2022-ci ildəki hədəf Rusiyadır. Lakin plazdarm Ukrayna seçilmişdir. Deyir, qara məni baxın. Sizinlə razıyam ki, əslində Avropanın böyük planının sadəcə açarı Ukrayna oldu. Bu barədə sizinlə razıyam. Mən sizə bir şey deyim ki, hal-hazırda Ukraynanın zavodları Amerikanın verdiyi və Rusiyadan qalan keçmiş silahların təkmilləşdirilməsində müharibə gedən bir ölkədə bu hansı mütəxəssislərin həyata keçirə biləcəyi bir prosesdir. Mən Ukraynada olmuş bir adam kimi deyirəm, mən o insanlarla da çörək kəsmişəm, onların vətənpərvərliyini də bilirəm, dövlət müstəqilliyinin qorunması üçün şücaətini də görürəm və Ukraynaların müharibəsi Rusiyanın başqa postsovet ölkələrindəki aparmaq istəyə biləcək, planlaşdırmaq istəyə biləcək proseslərini dayandırdı. Bunu səmimi biz etiraf etməliyik ki, Ukrayna bu 15 ölkənin içində belə deyək, gücünü, müqavimətini göstərdi və kiçik ölkə olmağına baxmayaraq Rusiyanın qarşısında dayandı. Bu onlara göstərilmiş bir təlim idi, bir təbliğ idi, bir yeridilən bir təşrifatı idi. Amma bu təşrifatın arxasında nə idi? Rusiya məhv olmalıdır. Necə məhv olmalıdır? Birinci, öz İslavyan xalqını qırmalıdır. Dini, irqi bir olan xalqı qırmalıdır ki, nifrət yaransın, özü özünə ittiham eləsin, özü öz içindən parçalansın. Proses buna eləməlidir ki, Ruslar qalxmalıdır ayağa ki, bizə eyni, elə bir Türkiyə ilə bizi kimi olan bir ölkələr, millətlər də, onların dili də, dini də, hər şey yaxındır. Məsələ bundan ibarətdir. Rusiya ancaq dərinlikdə, kəşfiyyatdan gedir. Dərin kəşfiyyat başqa bir şeydir. Dərin kəşfiyyat qərargahlarda planlar var, hazırlanır. Hansı hədəflər nə zaman vurulacaq, strateji hədəflər nə zaman vurulacaq, dövlət çevrilişi nə zaman olacaq. Unutmuşuq biz, o Rusiyada türmədə dünyasını dəyişdi. Bir Avropadan gələn siyasətçi var idi. O da göndərilmişdi həmin 2022-ci ildən Rusiyaya ki, Ukrayna ilə müharibə başlayanda daxildən insanları qaldırmaydı. Hədəf Rusiyanın parçalanmasıdır. Hədəf Rusiyanın enerji sektoruna əl qoyulmasıdır. Ya Rusiya, ya İran. Onlar üçün bu idi məqsəd. Ona görə də proseslər artıq divara dirənib. Yəni, Rusiya özünün, düzdür, onun addımları bir müstəqil ölkənin ərazisinə girməli deyildi. Biraz səbirli yanaşmaydı. Rusiya da həmin Avropanın, belə deyək ki, təşviqatına allandı. Rusiya da gözləməli idi. Rusiya dünyaya göstərməli idi ki, onun öz ərazisinə müdaxilə olanda
o hücum etməli idi bu ərazilərə. Amma Rusiya bütün qoşunlarını Ukraynanın dərinliyinə qədər, istər Belarusya tərəfdən, istər budur Rusiyanı dünyaya qonaq etdirən. Amma bu üzdə olunan fəaliyyətdir. Rusiya Federasiyasının prezidenti xüsusi əməliyyatı keçirəndə xalqa müraciət etdi. Dedi, biz xüsusi əməliyyatı Rusiyanın müstəqilliyinə yönələn təhdidlər ölkə keçirdi. Bu zaman gülünc gəlirdi hər kəsə ki, işğalçı bir addım atır, Kiyev işğal etmək istəyir. Yaxşı, belə bir sual var. Onda Sibirdəki qoşunlara zərbələrin endirilməsi nə üçün lazımdır? Sibir istiqamətində olan qruplaşmaların Ukrayna aidiyyatı yoxdur. O Rusiyanın geri bölgəsini qorunmaq üçündür. Rusiyanın, bilirsiniz, Yaponiya ilə Amerika müttəfiqdir. Yəni, o müttəfiqlər Rusiya ilə Saxalin adasında olan problemlər var. O istiqamətə yönəlmişlərin proseslər. Burada sadəcə olaraq bütün hər bir şey Rusiyanın parçalanması üçün seçilib və Rusiya da buna görə bu addımları atıb və atacaq.